Herkese salam dostlar, kanalıma xoş gəlmisiniz. Videonun başlığından da görmüş olduğunuz kimi bu günlərim Yaprak Dökümü serialından danışacağıq. Yaprak Dökümü obrazlarının analizi haqqında danışacağıq və Yaprak Dökümünün sonu falan digər şeylər haqqında danışacağıq. Və biz hələ də bunu müzakirə edirik. Görəsən Yaprak Dökümü ailəsində əsas günahkar kimdir? Bu ailənin dağılmasına səbəb olan şəxs kimdir? Oğuz mu, yoxsa Fərhündə mi? Bəs Ali Rza mı, yoxsa Ali Rzanın övladları mı, Hayriyə xanım mı? Bunlar mı? Onu biraz istəyirəm ki, danışaq. Bugün Tekin ailəsinin evinə qonağıyıq və Tekin ailəsində bəzi şəxslərin ağzının dadını qaçıracağıq. Öncəliklə mən öz fikrimi bildirim. Mənə görə bu ailənin dağılmasının əsas səbəbi nə Oğuzdur, nə də Fərhündədir. Yəni mən düşünürəm ki, Oğuzla Fərhündə olmasa belə bu ailə onsuz da dağılacaqdı. O ki ailədə Ali Rza kimi hər şeyi qınayan ata var. Oğuz, Fərhündə bunlar sadəcə kənar faktorlardır. Əsas yəni mən düşünürəm ki, bu ailə daxildən güclü olsaydı, Şevket, Leyla belə obrazlar olmasaydı düşünürəm ki, bu ailəyə heç kim zərər verə bilməzdi. Kofenizi, çayla içəcəyiniz üçün yatağa hazır edin və oturun bu videoya baxın. Mən başlamaq istəyirəm Ali Rza bəydən, ailənin Çinara. Mən uşaq vaxtından bəri Ali Rza bəyi çox yaxşı ata kimi tanımışam. Yəni düşünürəm ki, bu insan çox yaxşı insandır uşaq vaxtından. Amma böyüyəndən sonra insanlar istər-istəməz bir şeylərin fərqinə varır, insanların iç yüzünü görür. Eynisi serial personajları üçün də keçərlidir. Ali Rza bəy həqiqətən yaxşı ataydı, yoxsa pis ataydı? Ali Rza bəyə nə yaxşı ata, nə də pis ata demək olmaz. Pis ata qətiyyən demək olmaz, amma yaxşı ata da deməyə tam dilim gəlmir, nə yalan deyim. Çünki onun hərəkətlərinə baxıram. Ümumiyyətlə, Ali Rza bəyin müəyyən səhvləri var. İstəyirəm o səhvləri sadalayaq. Şeyliklərə mən düşünürəm ki, Ali Rza qətiyyən ayaq uydura bilmirdi. Trabzondan, misal üçün İstanbula gəlmişdi. Trabzondan İstanbula gələndə müəyyən kültür fərqləri olur. Türk sözü olmasın, kültür fərqləri olur. İstər-istəməz bu da Ali Rzanı narahat edir. Və bu kültür dəyişikliklərində daha çox maraqlı olan Leyla və Necla olur. Ona da gələcəm. Bir qızla bir oğlan xatırlayırsınızsa, yəni xoş olmayan bir münasibət içərisində idilər və Ali Rza da buna görə işdən ayrılmaq düşünürdü. Yəni adama deyirlər sənə nə? Sənə nə abi? Qından namusundan sənə nə? Bu insan yəni hər şeyi, hətta Hariyinin bir sözü var idi. Yəni Leyla'ya deyirdi ki, bir namusundan, əxlaqından sorumluyuz. İsə egoist olmasaydı, həssiz çox egoist idi. Bu egoistliyi də dediyimiz səbəblərə görə ola bilər. Məhz yüksək dövlət işində işləməsi illərlə olduğu kimi Ali Rzanın da doğruları olur. Ancaq Rza yəni mən düşünürəm ki, istəyir ki, onun doğruları hamının doğruları olsun. Maddi imkanları bilirsiniz ki, getdikcə zəifləyirdi. İstər-istəməz ailə üzvlərinin böyük olması, hərəsinin ayrıca bir məsuliyyətinin olması, bu istər-istəməz Ali Rzada Ali Rzanın yükünü daha çox artırır və istər-istəməz maddi sıxıntılar çıxmağa başlayır ailə içərisində. Ancaq ailə içərisində maddi sıxıntıların çıxması ilə Ali Rzanın mənəmliyi bu maddi sıxıntıların aşılmasını bir qədər çətinləşdirir. Hətta serialın bir bölümündə Hayriyə xanım da bundan şikayətçi idi. Mənə görə digər bir səhvi öz uşaqlarına həssiz çox sıxması idi. Yəni bu insan istəyir ki, uşaqları heç bir şəkildə səhv eləməsin. Əslində mən düşünürəm ki, bunun ağaca bənzədilməsi ilə bir bağlantısı var. Misal üçün biz Ali Rzanı Fikretdi, Hayriyədi. Bilirsiniz ki, Ali Rzanı bir ağaca bənzədirdilər, Çınar ağacına. Həqiqətən Ali Rza görünüşü ilə, davranışı ilə, danışığı ilə Çınar ağacına bənzədilirdi. Çınar ağacına oxşadılırdı. Çınar ağacında belə bir şey də var idi ki, çınar ağacından bir dənə yarpağın qopması bir uğursuzluğun göstəricisi idi. Yarpaqların tökülməsi, serialın zaten adı da Yaprak Dökümü. Mən düşünürdüm ki, yəni serialın adı ilə serial nə əlaqə, Yaprak Dökümü nə əlaqə? Böyüdükcə mən onu dərk elədim ki, həmin o ağacların yarpaqlarının dökülməsi çınarın məhv olmasına səbəb olur da. Eyni şəkildə ailə üzvləri də həmin o çınarın yarpaqlarıdır. Ailə üzvləri dağıldıqca çınar ağacının yarpaqları da bir-bir dökülməyə başlayır və beləcə Yaprak Dökümü ortaya çıxır. Ali Rzanın bir də xatırlayırsınızsa ya yox bilmirəm. Ali Rzanın dənə serial içərisində bir sevgilisi olur.
əvvəlki zamana gedir söhbət. Hayriyə ilə evlənməmişin əvvəlinə müğənni qadından sevgili olur, ancaq onunla evlənə bilmir. Çünki atası müğənni idi deyə, yəni evlənməyə qoymurdu. Ali Rza da atasının sözü ilə oturub durduğu üçün o qadınla evlənmədi. Düzdür, biz yəni serial boyunca görürük ki, Ali Rza Hayriyəyə sevgi bəsləyir, bəs Hayriyəyə qarşı sevgisini göstərir. Həmin o qadınla yaşadığı sevgi misal üçün bizə serialda göstərilmədi. Amma mən düşünürəm ki, Ali Rza yəni necə öz ailəsinə bağlıdırsa, ailəsinin sözü ilə oturub durursa Ali Rza, mən düşünürəm ki, Ali Rza da istəyir ki, həmin onun uşaqları da onun sözü ilə oturub dursun. Ona görə də uşaqlarını o şəkildə sıxır. Amma uşaqları onun sözü ilə oturub durmur, lap ağır səhvlər eləyirlər. Bir də Ali Rzanın belə deyək də ailəsinin dağılmasının bir digər səbəbi uşaqlarına səhv etmək şansını verməməsi. Bilirsiniz necə, normalda insanlar çoxlu səhv eləyirlər, səhvsiz insan yoxdur. İnsanlar səhv eləyə öyrənirlər. Ancaq bu prinsip Ali Rzada yox idi. O istəyir ki, uşaqları səhv eləməsin, çünki çinarda edilən bir səhv yarpağın tökülməsinə səbəb ola bilərdi, bir uğursuzluğa səbəb ola bilərdi. Yəni Ali Rza Leyla Necla Oğuzla danışırdı, Oğuzla bir münasibət içərisində idi. Mən düşünürəm ki, Ali Rza qızlara əsəbləşmək yerinə, düz əsəbləşdirmir, valideyn kimi normaldır. İşığa görə üzüldü sayın. Əsəbləşməsi normal hal idi. Qızlarını çəkərdi kənara, deyərdi ki, bəs Oğuz belə pis insan idi, belə pis əməlləri var idi, qumara oynayır, içki içir, nə bilim, belə pis işləri var. Yəni mən düşünürəm ki, Ali Rza bunun qızlarına desə, bəlkə də qızlar Oğuzdan uzaq duracaqdı. Zaten Necla obrazı Oğuzun necə bir insan olduğunu anlayır və ondan uzaq durmağa başlayır. Ancaq eyni şey Leyla üçün keçərli deyil. Onu da toxunacam. Qısacası Ali Rza bəy, aman ağzımızın tadı pozulmasın. Allah Ali Rza bəyə rəhmət eləsin. Yenə də mənim Ali Rza bəyə ürəyim ağrıyır. Və mən düşünürəm ki, Ali Rza bəyin başına gələn hadisələr həmçinin onun böyük danışmasından gəlir. Misal üçün, Fərhundəni bu insan qınıyırdı. Hətta xatırlayırsınızsa, Fərhundə ona uşaqlıq travmalarından danışırdı. Bəs deyirdi ki, mənim öcək atam uşaq vaxtı mənə təcavüz edib. Buna görə də mən uşaq vaxtından bəri işləməyə çalışmışam. Anam bəs həbsxanada olub. Belə çətin hadisələr yaşayıb. Və yəni bu qədər şey danışır Ali Rzaya. Ali Rza da gəlib deyir ki, bəs hər kəs içdiyini biçər. Belə böyük danışır. Bəs biz qızlarımızın tərbiyəsindən da arxaydıq. Bu şəkildə danışırdı və karmasında yaşadı. Necla getdi. Öz bacısının əli ilə qaçdı. Leyla getdi. Bacısının əvvəlki sevgilisi ilə sevgili oldu. Getmədi. Psixoloqunun həyat yoldaşı ilə sevgili oldu bu insan. Sadəcə dəhşət. Çiçək Hayriyə xanım. Azərbaycanca necə gedir adı? Xeyriyə xanım, Hayriyə xanım. Mən Hayriyə xanımı nə yalan deyim sevmirəm çox. Tipik türk anasıdır. Trabzondan İstanbula gəlir bu insan və istər-istəməz uşaqlarının dərdini çəkir, gələcək qorxusunu çəkir, bəs necə olacaq, nə olacaq? Buna bağlı olaraq maddi sıxıntılar onu çox qorxudur ki, biz iləriki zamanlarda görürük ki, müəyyən maddi sıxıntılar yaşayır Ali Rza bəy ilə bərabər və bu maddi sıxıntılara görə Ali Rza bəyə müəyyən reaksiyalar bildirir. Ailənin dağıdılmasında əli olanlardan biri də Hayriyədir. Niyə? Çünki bəzi hadisələri çox gizlədirdi. Ali Rza bəy eşitməsin, bəs bilsə belə reaksiya verər, elə reaksiya verər, belə deyə müəyyən şeyləri gizlətdi. Bəlkə də gizlətməsəydi, o ailə çox da dağılmazdı. Bir digər sevmədiyim cəhəti hadisələrə maddi baxımından yanaşırdı. Uşaqlarının xoşbəxtliyin deyil də, uşaqlarının maddi baxımından təmin olunmasını önəmsəyirdi. Xatırlayırsınızsa, misal üçün Ali Rza Fikrətin evinə getmişdi və Hayriyə ona gəlib, bəs qızım necədir, yaxşıdırmı, pisdirmi? Bunu soruşmaq əvəzinə soruşur ki, bəs evləri necə idi? Yəni bu insan mal, mülk, yəni bununla düşünür ki, insanlar xoşbəxt olacaq. Hətta bir müddət ərzində bilirsiniz ki, Neclanın evinə qalmışdı. O müddət ərzində belə Neclanı idarə eləməyə çalışırdı.
onun maddiyatından yararlanmağa çalışır da. Demirəm, yəni şeydə bilməzsiniz. Misal üçün Necla bir uşaq kimi, bir övlad kimi ailəsindən maddi baxımdan dəstək göstərə bilər. Amma mən düşünürəm ki, bunu Hayriyenin tələb etməsi məncə bu düzgün deyil, xoş qarşılanmır. Belə. Daha sonra ailədə xaosun yaranmasına səbəb olan digər iki insan Leyla və Necla. Ümumiyyətlə fikir versinizsə, serial müddəti boyunca Leyla və Necla arasında bir rəqabət var. Bəs bu rəqabətin əsas qaynağı hardan idi, ona gəlin toxunaq. Bilirsiniz ki, ailənin birinci uşağı Fikret, ikinci uşağı Şevket, üçüncü uşağı da Leyladır. Leyla bir müddət də olsa ailənin balaca uşağı olur və bilirsiniz ki, ailənin balaca uşağına qarşı xüsusi diqqətlə yanaşılır. Necla'nın da doğulmasıyla həmin bu diqqət bölüşülür. Bu iki uşaq arasında bir rəqabət yaranmağa başlayır. Yəni Leyla'ya olan diqqət bölüşülür. Bu baxımdan Leyla'da bir qısqanclıq yaranılır. İkisi demək olar eyni cinsi deyə bunlar arasında bir rəqabət yaranır. Bunlar arasında fərqi də deyim sizə. Leyla biraz daha emosional isə Leylanı daha çox sevirlər. Ümumiyyətlə Leyla da Necla da bu ikisinin digər bacı qardaşlarına qarşı bir paxıllığı falan olmur. Bunların paxıllığı ancaq özlərinə qarşı olur. Leyla ailənin biraz daha emosional uşağı olur, öz hissləri ilə qərar verir. Ancaq Necla isə ailənin biraz daha ağıllı uşağı olur. Öz sürətlərini çox gözəl şəkildə qoymağı bacaran və öz məntiqi ilə hərəkət etməyi bacaran bir obrazdır deyə düşünürəm mən. Və Neclanı məhz Leyla'dan da daha çox sevməyimin səbəblərindən biri də bundan ibarətdir. Leyla uşaq vaxtından bəri Neclanın paxıllığını daima çəkir, ancaq Neclanın Leylanın paxıllığını çəkdiyini mən görməmişəm. Leylanın Neclanın paxıllığını çəkdiyi belə bir səhnələr var. Misal üçün, daha doğrusu Neclanın universitetə ilk girdiyində Leylanın üzündəki o ifadə göstərir ki, yəni bu insan Neclanı qısqanır. Müddət ərzində Leyla universitetə girə bilməyib, təzədən universitetə hazırlaşma ərəfəsindədir. Leylanın Necladan daha çox sevilməsinin səbəbi ailə içərisində təbii ki, Leylanın daha biraz belə qorunmağa möhtac olması. Leyla fikir versinizsə, ailədə daima qorunmağa möhtacdır. Bir kimsə ona dəstək göstərməlidir. Ancaq Necla'da biz bunu görmürük. Necla Oğuz'a qaçandan sonra biz ciddi bir xarakter dəyişimini görürük. Başındakı o saç aksesuarlara artıq gedir, daha ciddi bir xarakter olmağa başlayır. Bəs öz ayaqları üstündə durmağa çalışır, həm oxuyur, həm işləyir. Həyata qarşı tutunmağa çalışır bu insan və müəyyən bir mövqeyə də çatır. Cem'lə sevgili olur, sonra Oğuz'dan sonra ayrılırlar, sonra təzədən evlənirlər. Cem'lə evliliyi müddətində də müəyyən söz-söhbətlər olur aralarında. Amma mən bunu deyim ki, mən düşünürəm ki, Necla nə Cem'i sevib, nə də Oğuz'u sevib. Sadəcə düşünürəm ki, Necla Oğuz'u sevməyib. Sadəcə Oğuz'da realda Fərhundənin də dediyi kimi tutku var Oğuz'da. Bir də düşünürəm ki, Cem də sevməyib Necla. Hətta deyirəm ki, yəni Cem kimi bir insan ona məncə layiq deyil. Çünki Cem daha yaxşılarına layiq idi. Hətta serialda Cem'in nişanlısı da vardı. Mən düşünürəm ki, onlar birlikdə bərabər davam eləsəydilər, bəlkə də Cem ölməzdi. Daha sonra mən düşünürəm ki, ümumiyyətlə, yəni Necla Cem'in onu sevmə şəklini sevib. Sadəcə yəni, onu çox istəyirdi, sevirdi deyə o da ona qarşılıq verirdi. Və bu qədər dostlar. Yerdə qalan digər obrazlarda Nehirdir, Sedefdir, Oğuzdur, başqa kim var idi, Allah Ceydadır. Yəni siz də istəyirsiniz ki, mən bu bölümü davam etdirim. Zəhmət olmasa kanala abunə olun və zəhmət olmasa rəy bölməsində öz fikrinizi bildirin. Hamınızı çox istəyirəm, mesajlarınızı oxuyuram. Çox sağ olun. Hamınızı buradan öpürəm.